Zəhmət olmasa özünüzü təqdim edin. Mən Qədəmullazadə Fərid Habiloğlu. Fərid bəy bizim qazimizdir, qəhrəman balamızdır. Harada yaşayırsan Fərid bəy? Bakı şəhəri Xətai rayonu Xuduməmmədov küçəsi 27 ünvanında. Bizə necə gəldin? Mən ilk dəfə sizin yanınıza 2016-cı ildə gəlmişəm. O zaman zəhərli zobun var idi, baş gicəllənməsi, halsızlıq, ürək bulantısı sinirdən. O zamanlar müalicəni qurbağa, zobun qurbağa ilə müalicəsi, sinirimin ara terapiyası ilə və qanın zəli ilə təmizlənməsi prosedurlarına keçmişdiniz. O zamanlar nəticəniz çox uğurlu və effektiv alınmışdı. Hal-hazır ki, üstündən bir xeyli müddət keçməsinə baxaraq, hal-hazırda 10 ildə 2016. Bəli, düz 10 il üstündən keçib. Hal-hazırda vəziyyətim yenə də Şikayətlərin artıb. bəli, yenə də səhhətimdə narahatçılıqlar var. Hal-hazırda baş ağrıları, ürək bulantısı, boğazımda qalxma bənzər vəzimdə ağrı olur, halsızlıq, Bəli. bədənim soyuq olur. Özümü yaxşı hiss eləmirəm qısa olaraq desək doktor. İndi yenə də nə müalicəsi aldın? Hal-hazırda sizin yanınızda yenə də zobun qurbağa ilə müalicəsi proseduruna keçdi. Çox sağ olunuz. Bu mövzuda səhhətimlə bağlı mənə təmənnasız xidmət göstərdiniz. Doktor Seyfəddin Əsəd və onun bütün kollektivinə dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm. Bizlərə göstərdiyi qayğı və diqqətinə görə çox təşəkkür edirəm. Marul, valla biz nə qədər diqqət qayğı göstərsək çox azdır. Çünki bu vətəni, bu Qarabağı sizə borcluyuq. Allah sizə kimi qəhrəman oğlanlarımızı var eləsin. Hər zaman qulluğunuzdayıq. Allah sizə uzun ömür, can sağlığı versin doktor. Versin, heç vaxt ağrımayasın. Çox sağ olun doktor, var olasınız. Sağ olun. Sağ olun.